Bu da həyət. Təsəvvür edirsiniz həyətinizdə bu qədər qurbağa. Yəni nə istəsəz bizim kənddə tapa bilərsiniz. Artıq yəni zona gəlib elə bir vəziyyətə çatıb ki, gedib egzotik yer axtarmaq lazım deyil. Buyurun gəlin bu zonaya. Nə istəyirsiniz? Hansı mənzərə istəyirsiniz tapacaqsınız. 2 il əvvəl də mən bu həyətdə olmuşdum. 2 il əvvəl çəkmişdim bu həyəti. Su idi, indi var torpaq töküb, daş töküb, belə qaldırıb biraz ki, biraz bu bataqlıqdan qurtulsun da. Amma vəziyyətə baxın. Bataqlıqdan qurtulub, amma qurbağalar peyda olub bütün məhəllədə. Və həyətin qaldırılmayan hissələri ki var, artıq ki görmür, daş kəsək töküb də, məcburiyyətdən. Bu həyətdə artıq, yəni həyətdə əkinlə, bax elə baxın. Məlumdur da, bu həyətin sahibi görürsünüz ki, bax göyərçinlər saxlayır, həvəskarıdır. Həyətdə əkin əksin, yəni ki, mal-qara saxlasın, yəni ki, sırf kənd həyatı ilə məşğul olan bir insandır. Amma onun şəraitinə baxın. Bu qurbağalar üzürlər. Gedək. Nə qədər göyərçinin var, maşallah, nə gözəl. Göyərçinlər, mənə də atam göyərçin saxlayır deyə həyətimizdə həmişə göyərçin görmüşəm. Ona görə mənə çox doğma mənzərədir. Pis iyi də gətirir həyətdə bu su qalıb. Su qalıb vəziyyətdə həyətdən pis iyi də gəlir. Baxın da qapqara, bütün aləm dəhşət. Hayda, bu nə da, bu nə da. Taxtanın qurbağa ferması bir. Sən bir Çinlə zadla bir xarici ölkələrlə müqavilə bağla, əlaqə yarat, görüb səni özləri axtaracaqlar. Sən qorxu nə ki, sonra sən buna görə səndən sonra vergi zat istəməsinlər. Ki və pul qazanırsan. Qurbağa istehsalı, həyətində ferman var, vergi verməlisən. Ağaclar quruyub, bəli, otlar belə quruyub. Həyətin o birisi başını keçə bilmirəm. Sudur, bataqlıqdır, keçə bilmirəm. Baxın, yaxından baxın vəziyyətə, suya baxın. Su artıq üzü orada, nə bilim o, qatlaq bağlayıb orada. Çox pis vəziyyətdə həyətdə. Və bu yağış deyil ha. Bu həyətdən çıxan qurun sulardır, bir daha deyirəm. Bu videonu çəkməyin... Kanalı bağlayandan sonra olub bu. İşləmir, 3 ildir o xət bağlanıb. Dırnaş xətləri qalıb, nə bilim, yeni o tikillərin altında. Aça bilmirlər. Yeni dırnaş xətti lazımdır, yeni kanalizasiya lazımdır bu kəndə. Bu çəkilişlərimizin də səbəbi odur ki, göstərək vəziyyəti lazım olan yerlərdə, qurumlarda görsünlər, vəziyyəti düzgün analiz eləsinlər, düzgün qiymətləndirsinlər. Bu sadəcə olaraq biz yağışa görə şikayət eləmirik. Düz deyə o da problemdir. Amma əsas odur ki, burada zonada yeni bir layihə hazırlanmalıdır və o layihə ilə bu kənd, yəni ki, kanalizasiya drenaj xəttləri çəkilməlidir mütləq təcili sürətdə, yoxsa ki, cəmaatın həyətinin vəziyyətini görürsünüz. Buyurun. Görün də, baxın, bu vəziyyətdə kim yaşaya bilər? Xəstəliyi də axı, bu orada insanlar yaşayırlar. Valla iyi gəlir, həyətdən çox pis iyi gəlir, mən sana o iyi çatdıra bilmirəm. Nə qədərsə bunların maşın təkərinin altında qaldı, 100%. Və bunlar böyüyəndə də bütün ətrafda belə qurbağalar maşınların təkərinin altında qalacaq. Burada qurbağalar minlərlə deyə. Elə bil ki, milçək kimi də. Milçək necə ki, bax belə daraşaraq, qurbağalara baxın. Gedir, davamı gedir.